Doktor, invaziv üsullarla bağlanan ürək dəlikləri yenidən açıla bilərmi? Bəli, açıla bilər dərkən bu artıq əməliyyatın fəsadıdır. Yəni bağlandığı zaman fəsad yaşanırsa niyə görə yaşanır? Belə bir sual versək daha çox gözəl olar. Həkimin təcrübəsizliyi, seçdiyi cihazın ölçümü düzgün olmamağı, yerləşdiyi yerin tam keyfiyyətli dəyərləndirməməyi və tələsib eləməyi kimi faktorlar uğursuz əməliyyata gətirib çıxara bilər. Çünki niyə? Bu qoyduğu avadanlıq seçilməlidir. Nə avadanlıq qoyulur, necə qoyulur, hara qoyulur? Bu bir. Toxunma yerləşimi necədir? Bu iki. Və təbii ki, həkimin təcrübəli, professionallığı, neçə ilə bu işin olmağı kimi faktorlar da ola bilər. Bəzi oklüdorlar qoyduqlarımız, yəni onlara bəlli bir dönəm travma yaşamamağı önərilir. Özellikle qulaqçığa çəpər, botaq baxacaq, mədəciklərdə sinə travması olmamalıdır və valideynlər çoxsu ona rivayət edir. Ancaq bəzi zaman görürsən, valideyn rivayət etmir. O artıq nə qədər professional olsa, düzgün yerləşdirsə, heç bir sızlama yox, kontrollara gəlib yox. Gördün 4 aydan sonra ağır bir travma keçirdi, göğüs travması. O təbii ki, hələ pişmir, doğru dilində desək. Çünki 6 ay onun dömrü var, tam oturana qədər, tam bərpa oluna qədər. Yəni orada travma yaşansa, artıq orada heç bir həkimin günahı yoxdur. O dislokasiya travmanın nəticəsi göğüs kafesinə yaranan baskının nəticəsində o dislokasiya olma ehtimalı var. Ancaq o çox nadir görülür. Çünki heç bir valideyn, yəni oğul əməliyyatını takipsiz qoymaz. Ancaq dislokasiya olursa, bu 3 əvvəl sadaladığım səbəblərə görə olma ehtimalı var. Ona görə də həkim seçimi düzgün olmalıdır. İnsan talihi o qədər ucuz deyil. Dediyim kimi, xəbəriniz olsun. Bu tür video izləmək istəyirəm, dəyərli izləyicilər. Xahiş edirəm səhifəmizə abunə olun. Suallarınız varsa, şərh bölümünə ancaq məntiqli suallar, uşaq kardiologiyaya aid sualları verin ki, biz sizə gerəkən cavabları verək. Təşəkkür edirəm.